Salam hörmətli tamaşaçılar. Bugün sizə həyatımda bu açmış bir gözəlliyi göstərmək istəyirəm. Lileynikdir. Görün nə qədər gözəl rəngi var. Bu qırmızı rəngidir. Demək burada bir başqa rəngi də var. Bu rəngi də mövcuddur həyatımda. Görün nə qədər gözəldir. O qədər gözəl rəngi var ki. Gülün yarpaqlarında ətir var. Hamısı birdən açmır güllərin. Elə deyirəm, çəkərəm video. Zamanım olmur. Bostanım var. Orada xiyar, pomidor əkmişəm. Qabaçqa, qarpız. İndi onları sonra çəkib bir videoda göstərəcəm sizlərə. Onlara başım qarışıqdır deyə video çəkə bilmirəm. Ancaq hamı deyir ki, Xumay xanım gərək video çəkin, bəs videolar niyə azdır? Onu nəzərə alıb bir qısa video çəkim sizlərə. Bu da qayərdidir, qeyrət gülü deyirlər. Bu bir gözəldir ki, adını xatırlamıram, adı yadımdan çıxıbdır. Çox maraqlı bir güldür. Ətri, yarpaqlarının aynen limonsu bir iyisi var, ətri var. Bu azan gülünün bir növüdür. Sarısı, iki sarı növü var, belə bir rozlu rəngi var. Ondan sonra burada bizim bir gözəlimiz var. Həyətdə işlərim çoxdur. Axşama kimi işləyirəm, yenə də işimi çatdırıb qutara bilmirəm. Yekunlaşmır. Burada papatyalar vaxtının funksiyasını qutarıbdır. Gərək bunları bu dibdən belə qırmaq lazımdır hamısını. Təmizləmək lazımdır. Onlarla məşğul olun. Bu kanallarda çox gözəl rəngləri var. Neçə illərdir burada öz gözəlliklərini göstərirlər. Çox qəşəngdirlər. Sonra bizim Washington palmamız var. Çox qəşəngdir bunlar. Tövsiyə edicidirlər. Burada belə bir şeylər var. Sapları bunlardan alın ki qışa davamlı olsun. Və bunları oradan uzandıqca qışqı ilə kəsirəm. Təzəsi çıxır. Bu da ayçiçək, günə baxan gülüdür. Sonra mən burada bir-iki gül açıb onları da göstərdim. Belə bir gülümüz var. Nəvəm bunu çox xoşlayır. Maraqlı rəngi var. Sonra burada azanın bu rəngi var. Bu ətirlidir. Bu Yaponski zontikdir. Bunu bir dənəsini belə qırırsan. Bu hissəni suya qoyursan belə. Buradan kök atır. Və onu çoxaltmaq olur. Çoxaltmışam, hər yerdə əkmişəm. Qonşulara hədiyyə eləmişəm. Kim istəsə yenə var, gəlib götürə bilər. Bunları dedim bir də təkrar göstərdim sizlərə. Və bizim burada begonvilimiz var. Qırmızı rəngdə. Bunları qışda evdə əkirəm, evdə olur. İndi çiçəklərini yenə açıb, görürsünüz nə qədər qəşəngdir. Bunu həyətə əkəndə yarpaqları tökülür. Təzədən təkrar bax belə gülünə yarpaqlar əmələ gəlir. Təzə-təzə bax yarpaqlar əmələ gəlir. Bu da neçə ildir məndədir. Həyətə əkirəm. Həyətdə tez qurumur. Dibçəkdə tez quruyur güllər. Bax bu da içindən belə bir gülü var, begonvildir. Bu qırmızı rəngidir. Demək belə bir görkəm var burada. Begonvil. Bu da kələbək budleyadır. Kəpənək gülü deyirlər buna. Bax kəpənəklər həmişə daim yanındadır. Üstündə olur burada. Bax budleya çox qəşəngdir. 2 dənə almışam. Bax kəpənəklər doludur. O qədər sevir ki kəpənəklər bu bitkini. Bax belədir. O qədər qəşəngdir ki. Çox maraqlı bir güldür. Birini almışdım. Bir dənəsini sonra aldım yenə. Bu çox böyüyür. Bunu payız çıxardıb başqa bir yerə əkəcəm. Bu da Yapon zontikləridir yenə. Yaponska zontik deyirlər.
su palması da deyirlər. Bunu suyun içində də yetişdirirlər. Suda çox gözəl olur. Suyu çünki sevir. Suyun içində dekorativ kimi həyətlərdə istifadə edirlər. Və yenə kannalarımız. Və bizim burada güzel bir gülüm. Görün ne kadar güzeldi. Gladyozlarım. Geçin buradan çekin. Kırmızı rengi. Bak böyle kırmızıdır. O kadar güzel rengi var, kan kırmızı. Hele yeni başlıyor tumurcuklar burada. Hamısını atsın, bir video çekeceğim size. Bu barbaristi. Gün vuranda rengi kırmızı olur, meyveleri de olur, bananlarım da. Ve burada yine begonvilimiz var. Bu roz renkte begonvilli. Ve bizim burada abdolonumuz var. Aşağı hisselerini budamışam. Çünkü çok yer tuturdu, ağac olur. Çok qəşəngdir. Düz qışa kimi gül açır. Yazdan başlayır. Düz qışda da gül olur. Neçə ki qar yağmayıb. Qar yağanda donur. Gülləri donur. Amma təkrar bitir belə. Yay boyu neçə illərdə güllü çiçəklidir. Sonra gladyozlar renklər çox gözəl, mükəmməldir. Hələ yeni başlayır açmağa. Rengin gözəlliyinə, mükəmmelliyinə. Allah'ım gör nə qədər gözəl rəssamlıq göstərir. Rəssam, ən gözəl rəssam Allah'dır. Görün rengin gözəlliyinə nə qədər gözəllik yaradır. Bu da aslan ağzıdır. Bunda bir neçə növü var. Belə ağzı açılır. Bu da çox illikdir. Qalır, toxumları tökülür, təkrar bitir. Və şitili də qalanda bitir. Bir neçə rəngi var həyatımızda. Sonra kadifədir bu. Bunu yığıb yağını düzəldirəm. Onda da bir video çəkib göstərərəm sizə. Quruduqca ayında içirsən, qan dövranına yaxşı təsir eləyir. Çox gözəldir, ətrə malikdir. Zərər vericilər də bunun iyisindən qaçırlar. Çox da elə ki təzə başlayırlar burada. Sonra bizim burada var başqa. Belə bir sırğa gülümüz var. Maraqlı rengi var. Burada bir başka növü de var. Ne kadar güzel. Kadides çiçeğidir bu da. Bu da çok illikdir. Həyətdə daimi bax belə gülləri olur. Əvvəllər bunu təzəlanda evdə saxlayırdım. Sonradan həyətə əkdim. Həyətdə gülləri çoxalır və tez qurumur. Bax belə bir şey güldür. Fil qulağıdır. Sonra fikuslarımdır. Bunları da koymuşam ki orada yeri əkim. Hələ bu zamanım yoxdur əkməyə bunları. Bu da həyət güllərimdir, ev güllərimdə həyətə qoymuşam. Və burada limonlarım var. Maşallah böyük limonlarım. Çox maraqlıdır. Çox getmişdinizsə tökdü. Yəqin birinci ilidir ona görə. Sonra burada bizdə yarpaq gözəlidir. Bu da bir limonumdur. Bu da King Kong'dur. Hələ ki üstündə yoxdur heç nə. Bu avokado ağacımdır. Bu fasiflioradır. Buradan açmaq istəyir. Bunun meyvəsi yeyilir də. Çarxa fələk deyirlər. Videolarımı izləyən tamaşaçılar bilirlər. Bax belə bir gülü olur. Açılır gözəl. Çox qeyri-adi bir güldür.
Orada meyvəsi də olur. Bu mandalin üstündə meyvəsi var. Size gösterdim, mandalin ağacımda. Ay yumru burada var. Ve kanlaların böyle güzellik verir. Bu kivi ağacımdır. Hələ ki üstündə meyvəsi yoxdur. Hansı güllə bağlı, bitki ilə bağlı suallarınız olsa suallarınızı verin, mən cavablandıra bilərəm. Yəni bunlar tövsiyə edici bir bitkidir. Əgər həyətiniz varsa da evdə də yetişdirmək olur bunları. Yəni balkonlarda istifadə ilə yetişdirmək olur. Bütləyə. Çox qəşəngdir. Hələ yeni başlayıbdır. Bu da mənim bir kanna gülümdür. Bir növüdür, paluskalı belə. Bunda çəhrayı gülləri olur, hələ ki açmıyor. Orada mənim rozlu güllərim var. Bu gülün kannanı. Sadəcə hələ ki keçə bilmirəm. Sonra nə vaxtsa keçəndə göstərərəm sizlərə. Bu da mənim dekorumdur. Bu visteriyadır. Visteriyanın burada mor gülləri vardı, salxımlar. Onları çəkib göstərə bilmədim sizə. İnşallah gələn videolarda nə vaxtsa göstərə bilərəm sizlərə. Visteriya burada onun saçlarıdır. Maraqlıdır. Və təkrar bu lileyniklərlə başladım. Lileyniklərlə də qutarım. Sonra geniş və ətraflı sizə bir video çəkəcəm. Sadəcə dedim bunlar solmamış çəkim. 3-4 dənəsini açıblar, solublar, zamanım olmayıb çəkməyə. İndi bu dəqiqə başım xiyar pomidordur, sonra göyərtilərimdir, çiyələklərimdir. Onlara başım qarışıqdır. Bir gün yenə deyirəm çəkib, bir-iki günə yenə çəkib sizləri göstərəcəm həyətimdə nə ekmişəm. Qarpız, qabaçqa, balqabaq, paxla, lobya, qarğıdalı bunları ekmişəm. Yəni biraz əlimdən gələn qədərində eləmişəm. Gərək ki, səhərdən düz axşama kimi işləyirəm. Çox yorğun düşürəm. Yorur məni. Ancaq dəyər o yorğunluğa. Onsuz 3 kilo, 5 kilo hər dəfə alıb yeyirik bazardan. Ancaq o həyətdən yetişdirdiyinin bir dənəsinin qiymətsizdir. Yəni o qədər gözəl olur ki. Dərmansızdır. Bu dəqiqə hər şeyə dərman verirlər. Bir dəfə çiyələk yedim. Allergiya verdim. Boğuldum, dilim şişdi. Ondan sonra mən bazardan almaq çiyələk yeyə bilmədim. Özüm yetişdirirəm. Bir dənə, 2 dənə də olsa bəs eləyir. Bilirəm ki, dərmansızdır. Yəni bacardıqca bunlardan özünüz də alıb əkə bilərsiniz. Bir dəfə alırsan çoxalır. Yəni tövsiyə eləyirəm hamıya. Çünki elə dərmanlar verirlər ki, sağlamlığa ziyan vericidir hamısı. Yəni asandır, çətin deyil. Çətin deyəndə asan da deyil. Gərək vaxt eləyəsən, öz vaxt ayırasan. Həm sinirlərin sakitləşir, rahat olur. Həm də nəticəsində olanda çox maraqlı gəlir adama. Bu zambaq gülüdür. Sarı zambaq idi. Bax, sonra bax belə bir toxumları var. Çox maraqlıdır. Düz yay boyu da açdı. Sapsarı gözəl bir gülüdür. Tövsiyə edəcək ki, çox maraqlı şəkil videoları var onun. Belə gözəllik və bu gözəllik. Sağ olun, salamat qalın, güllərlə, çiçəklərlə qalın. Özünüzdən müğayət olun, sağlam qidalanın ki, sağlam qalasınız, uzun ömürlü yaşayasınız. İnşallah ömrünüzə Allah bərəkət versin, canınıza sağlıq versin. Sağ olun, təşəkkür edirəm.